Araşdırma zamanı mərhumun həyat yoldaşı Məmiyev Nadir Yunisoğlu tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Nadir Məmiyev barəsində Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şərur rayonunun Qarxun kəndində baş verən cinayət hadisəsi arxamda gördüyünüz bu evdə qeydə alınıb. Belə ki, Şərur rayon Qarxun kəndi sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə məlumat daxil olub və mərhumun həyat yoldaşı Məmiyev Nadir Yunisoğlu Şərur rayon polis idarəsinə gedərək özü əmələ törətdiyini etiraf edib. Faktla bağlı ibtidai istintaq davam etdirilir. Qeyd edək ki, ailənin 3 övladı var. Qonşular indiyədək ailədə hər hansı münaqişənin baş verməsinin şahidi olmadıqlarını qeyd edirlər. Mən evdə dərdim, o tərəfdən gəlirdim. Baxdım, burada polis maşınları zat var. Belə dedim, nə məsələdir, dedilər, belə olub da. Elə sizin bildiyiniz kimi belə işte. Tanıyırdınız ailəni? Tanıyırdım. Qonşumdur, neçəlik qonşularımdır. Əziz qonşularımdan biri də Nadirdir. Yaxşı adamdır, heç bir yanı bir indiyə kimi səs-küy problemlərini eşitməmişik. Yəni bizim bildiyimiz bu qədər. Cəmaət nətəri biz də hələ belə eşitdik ki, belə bir hadisə olub. Yəni heç bir problem indiyə kimi bunlardan görməmişdim. Nadirin özü də işində, gücündə olan adam olub. Həmişə dövlət işində işləyir də, işləyir ki, hər evinə işinə. Belə də yəni. İçki içməzdi, həmişə belə içki içir. Heç bir şey yoxdur. Yəni bir narahatçılığı yox idi Nadir. Heç bir problem yox idi. Yəni birdən-birə belə bir bizdə hamı kimi eşitmişik ki, belə bir hadisə baş verib. Hissimiz olmayıb da, bir nəsə aralarında bir problem var. Hələ biz heç keçməmişik. Hadisə baş verən günü ya gecəsi siz nəsə səs-küy falan eşitdiniz? Yox, heç də eşitməmişik. Hələ bir səs-küy eşitməmişik. Yəni təfərrüat barədə heç nə bilmirsiniz də? Yox, o barədə heç nə bilmirik. Yəni belə neçəlik qonşumuzdur, heç bir də nə səs-küy, normal olaraq özdə qəşəng də ailədilər, normal da yaşayırdılar.